Zaur. Mən deyirəm, ən cındır aparıcı kimdir? Yazırlar Zaur. Allah'ın olsun, gir bax. Çox yer onu yazan. İndi qulaq as, ayrı şey deyirəm. Efirdə sən demirsən ki, güya mən səni Floranın yanına göndərmişəm. Niyə yalan deyirsən? Sən özün dedin ki, bu işi mən həll etdim. Dedim, 10 min uduzmuşam. Kimin yanına? Sən efirdə nə demisən? Bilmədən, bildin. Yox, efirdə nə da, indi mənə Mamet dedi. Eşidirsən məni? Mən sənin o oyun oynadığın adamlar deyiləm. Mən heç kimlə oyunu zad oynamıram. Açıq-aşkar danış mənə. Verilişəm, sonra danışda. Bak yine hemen kimsə. Qulaq as. Yox, efirdə priçom afət Flora. Yox, qulaq as. Efirdə priçom afət Flora. Zaur. Flora Kərmovayın yox. Heç kimin yanına göndərməmsən, göndərmərsən. İndi qulaq as, ayrı söz deyirəm. Onda bir dənə sual verirəm. Bircə dənə sual verirəm. Efirdə afət priçom, Flora priçomu məsələ bağlandı, getdi. 1 manat da vermədim. Verməyəcəm də. Hə. Bir də ayda, nəyi verməyəsən? Bax 10 min manat uduzmuş. Sual verirəm. Bu da mənim verilişimdir də. Yığarsan məni danışırsan. Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Eşidirsən məni? Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Çəkmə qətiyyən, qadağa qoyuram. Всё. Sizin o cındır efirləriniz mənə lazım deyil. Ged o Vəfa, o da sən. Davay. İndən belə. Davay. Nətər oldu, gördünüz? Mən yoxam efirdə, sən mənim adımı xeyr ola hallandırırsan. Kim də sənin verilişindəsə sədərəkdə bəzənib binədə çıxaram. Sizin verilişinizə tüpürüm mən. Kim sizə siz? 2 arvad ona vurur. Şəbnəməm mən sənə. Kimsə hələ sabahlar çəkəcəm videonu. Ateldir. Burada olmaz qışqırıb danışmaq. Kimsən sən? Və sən verilişin reyting yığacaq deyə ona buna. Vəfa buna qayıdıb deyirmiş ki, Zaur o söhbəti sən də bilin. Sən niyə demirsən ki, bilmirəm? Sən nə söhbət bilirsən ki, başa düşmürəm? Hansı söhbət bilirsən? Show biznesdə ən əxlaqlı müğənnilərdən biri mənəm.